Nəfsi doyumsuzluq cəmiyyətimizin əsas problemlərdən biri budur. İnsanlar görürsən ki, gecə gündüz çalışırlar, əlləşirlər, nəfsləri doymur. Nəfsi doyumsuzluq deyəndə insan görürsən ki, mal yığmaqda, diqqət cəlb eləməkdə, sevgi istəməkdə doymur, doyumsuzluq var. Deyir, biraz da olsun. İmkanı yaxşıdır, deyir, azdır, biraz da olsun. Diqqətdir, azdır, daha çox diqqəti ver. Sevgi daha çox ver. Bu cür nəfs qane olmur. Nəfsdə bir doyumsuzluq var. Bu da cəmiyyətimizin problemidir. Ailələrdə ciddi problem yaradır, münasibətlərdə problem yaradır. Bunun üçün nəfsi doyumsuzluğun qarşısını insan almalıdır. Birinci növbədə onun səbəbini bilməlidir. Məndə niyə nəfsi doyumsuzluq yaranır? Nəfsi doyumsuzluq insanda daxili narahatlıq yaradacaq. Əgər bir insanda nəfsi doyumsuzluğu varsa, daxili narahatlıq olacaq, qısqanclıq və müqayisə olacaq, daim həyatda narazılıq olacaq, şükürsüzlük olacaq, nemət gəldikcə şükür etməyəcəkdir, bu nədir, bu azdır, daha çoxunu istəyirəm. Bunda bir şükürsüzlük yaranacaq, asılılıqlara meyilli olacaq, daim məsələn puldur, qumardır, sosial mediadır, münasibətlərdir, bunların daim asılı olacaq.